Bayram günlərində hava şəraiti necə olacaq? Ölkə ərazisində bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Söylədiyimiz tarix martın 20-si və 23-ünü əhatə edir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında martın 20-sində hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq. Əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz isə 9-13 dərəcə isti olacaq. Martın 21-də isə arabir yağıntılı olacağı gözlənilir. Martın 21-də isə bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşmə ehtimalı yüksəkdir. Martın 22-sində və 23-ündə isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturuna gəlincə martın 22-si və 23-ündə gecə saatlarında havanın temperaturu 5-7 dərəcə, gündüz isə 9-12 dərəcə isti olacaq.